Əli Həkimlə Söhbət YouTube kanalında növbəti mövzu ilə sizinləyik. Mən bəri başdan xahiş edirəm ki, verilişi diqqətlə izləyəndən sonra komment, şərhlərinizi yazın. Sizin şərhlər bizimlə interaktiv ünsiyyət imkanıdır. Sizin şərhlər bizə imkan verir, fürsət verir ki, mövzuları sizin üçün maraqlı eləyək. Ona görə şərhlərdən geri qalmayın. Ürəyiniz istədiyiniz mövzular haqqında da yazın. Bugün isə bizim sahədə ən aktual mövzu olan və hər zaman paylaşdığım əslində mövzulardan biri haqqında qısa toxunacağım. Bu mövzu 10 il ərzində mən ailə həkim veriliş aparanda AzTV dövlət kanalımızda 2008-2018-ci illərdə bilməyənlər üçün söyləyim. Ailə həkim verilişini aparmışım. YouTube-da ailə həkimi verilişi yazsaz müəyyən parçalar çıxa bilər qarşınıza. O vaxtlarda da buna çox toxunmuşam. İndi isə onun şirəsini sıxıb istəyirəm 10 il ərzində toxunduğum, gündəlik praktikamda pasientlərlə işdə vacib olan bir mövzuya toxunum. Bu nədir? Bu bizim bədənimizdəki ağrı və xəstəliklərin psixologiyamızla bağlılığıdır. Dolayısıyla ruhumuzun meylləri ilə bağlılığıdır. Psixologiyamız ruhumuzun bədəndəki inikasıdır, əksidir. Ruhun bədəndə güzgü kimi əksi, proqram əksi bizim psixologiyamızdır, psixoemosional vəziyyətimizdir. Və bədən xəstəliklərimiz də psixoemosional vəziyyətimiz, o hisslərimiz və düşüncəmizin əksidir, əks sədasıdır. Necə? Gəlin əvvəlcə bu emosiyalar üzərində negativ emosiyalarımız hansıdır? Buna bir toxunaq. Negativ emosiya. Bundan qabaqki verilişdə negativ emosiyaların, yəni mənfi hisslərin anası olan, böyüyü olan, ənkə böyüyü olan, Bakılılar demişkən, deməli hissdən, qorxu hissindən danışdım. Qorxu hissi bütün negativlərin anasıdır. Ulu nənəsidir, böyüyüdür. Negativ hisslərin bütün digərləri demək olar ki, qorxu hissindən yaranır. Hətta məyusluq belə. Yəni, qorxu hissinin bir növü nifrət hissidir. Necə? Bir insanın sənin haqqına girdiyini düşünürsən, haqqını itirəcəyindən qorxursan, mənliyini, şəxsiyyətini itirəcəyindən qorxursan və o insana nifrət eləməyə başlayırsan. Nifrət hissi məsələn. Digər hisslərdən biri qəzəb hissi. Bəli, qəzəb hissi kimisə öldürmək, kimisə aqressiya eləmək istəyinin bir formatıdır. Bu da yenə mən var olum, o var olmasın, o var olmasa mən var olacağım deməkdir. Dolayısıyla özünün varlığını itirmək qorxusundan doğan bir hissi, negativ hissi, nifrət və qəzəb hissləri dedik. Sonra inciklik hissi, bu çox ağır hissdir. İnciklik, küskünlük daha doğrusu belə deyək. Abida rusca belə deyirlər. Bu hiss özü də nədən doğur? Mən yox olmayacağam, mən olmayacağam, mən yoxam deməkdir. Yəni, kimsə sənin xətrinə dəyəndə sən öz gözündən düşürsən və onun gözündə daha yüksək olmaq istəyi olur və bu da yox olmaq qorxusunun, olmamaq qorxusunun bir hissəsidir. İncə təhlil etsək. Ona görə bir negativ hissdə, qorxudan yaranan hisslərdən biri də inciklik hissidir. Baxın, qəzəb, nifrət, kin nifrəti bir yerə qoyaq, inciklik, umuküsü, qorxun dedik, qorxu özü başda olmaqla. Sonra məyusluq hissi var, çox maraqlı bir şeydir. Depressiyanın səbəbi. Məyusluq nədir? Psixoterapiyada, klinik psixologiya, psixiatriyada buna frustrasiya deyirlər. Quyuya düşmək. İddiaların, imkanların üstə düşməyəndə iddian böyükdür, imkanın azdır və məyus olursan. Kimdənsə ayrılırsan və məyus olursan. Bax, belə bu şəkildə məyusluq hissi sözü də mən yoxam. Bu da qorxunun, yəni yox olmaq qorxusundan bəlkə də doğan bir hisslərdən biridir. Beləliklə, bütün bu negativ hisslərin bədənimizə mənfi təsirləri var. Gəlin bir-bir onları təhlil edək. Məsələn, qədim şərq təbabətindən gələn bilikləri də bura alacağıq. Sonra Ayurvedadan gələn biliklərdən bura müəyyən məlumatlar sızdıracağıq. Sonra bu yogadan çakralarla bağlı məlumatlardan bura sızdıracağım və ümumiləşdirilmiş şirəsini sıxıb sizə təqdim edəcəm və müasir elmi baxışlar və müasir təcrübəli təbabətin, təcrübi sübut olunan təbabətin də bəzi fikirlərini bura qatacağım ki, məlumatda olmağınız vacibdir. Birinci gəlin qorxu hissindən başlayaq. Və əslində biz bunları iki yerə bölək. Aqressiv negativlər var, passiv negativlər var. Bunu mən şərtli olaraq özüm belə bölürəm ki, sizə aydın olsun. Aqressiv negativlər hansılardır? Kin, nifrət, qəzəb, qısqanclıq. Bax, bunlar sonra var. Müxtəlif bu tipli aqressiv hisslər var. Bunlar da negativ hisslərdir. Passiv, yəni içəri dönük yönəlik hisslər hansılardır?
Bunlar məsələn inciklikdir, qorxudur. Bax bunlar passif elə bir negativ hisslər kimidir. Qaçmaq istəyən hisslər var, hücum eləmək istəyən hisslər var. Bax belə bölə bilərik. Niyə görə bunları böldüm? Bütün negativ hisslər birinci növbədə bizim sinir əzələ sistemimizə təsir edir. Bunu qısaca izah edeyim necə? Baxın, Tibb Universitetində oxuyanda biz bir preparat, bir təcrübə aparırdıq, preparat hazırlayırdıq. Bu sinir əzələ preparatıdır. Məncə həkimlər də bu mövzu maraqlı olar. Biz qurbağadan sinir və əzələ ayırırdıq, preparat düzəldirdik. Sinir əzələyə bitişik olurdu. Sinapslardan tokun, elektrikin keçməyini göstərmək üçün balaca elektrik tok verəndə sinirə qurbağanın o ayırdığımız əzələsi yığılırdı. Ölmüş qurbağanın əzələsi yığılırdı. Bununla sübut olunurdu ki, sinirlər əzələlərə tok, elektrik cərəyanı ötürür sinapslar vasitəsilə və əzələ yığılır. Belədirmi? Və biz istənilən negativ hiss keçirəndə bu beyin vasitəsilə təzahür etdiyi üçün beyindən əzələlərə sinirlər, çoxlu sinirlərə deməli tok keçir. Cərəyan, tok mən rusca deyirəm əslində, elektrik cərəyanı keçir. Və bu cərəyan əzələləri gərir, yığır. Qorxu hissində də, kin hissində də, nifrət hissində də, çıxılmazlıq, məyusluq hissində də əzələlərə çoxlu elektrik cərəyanı gedir beyinlə. Və əzələlər müxtəlif yerlərdə gərilir. Və uzun müddət bu qorxunu, bu kini, bu qəzəbi, bu nifrəti, bu inciliyi keçirəndə əzələlər daim yığılmış olur və ağrılar başlayır. Yəni ilk növbədə negativ hisslərimiz bədən əzələlərində gərginlik və ağrı yaradır. Əgər mənim, bunu misal üçün deyəcəm, sağaxey və solaxey olmağımın üzərindən deyəcəm. Əgər mən sağaxeyəmsə, sağ tərəfim təbii aktiv, agressiv tərəfi təmsil edəcək, sol tərəfim geri qaçmaq, pasiv tərəfimi təmsil edəcək. Qadın başlanğıcı və kişi başlanğıcı şərti belə bölək. Və kobud formada, kobud izahatla desək, əgər mən kiməsə qarşı kin və nifrətim varsa, qəzəbim varsa, agressiv hisslərim varsa, mənim sağ çiynim, boynumun sağ yarısı, bədənimin sağ yarısı, sağ ayağım və onurğamda sağ tərəfə meyilli yırtıqlara qədər əzələ gərilmələri, yırtıqları yaradan əzələ gərilmələri baş verə bilər. Yəni, bədənimin sağ yarısında boyun daxil, baş daxil, xroniki ağrılar varsa, bunlar əzələ gərginliyi mənşəli ağrılardır və bu əzələ gərginliyi mənşəli ağrılar bizim kin, qəzəb, nifrət və digər belə mənfi emosional vəziyyətimizdən doğur. Hətta bəzən bu hissləri özümüzdən gizlədirik, amma ağrı özünü göstərir. Və deyir ki, sağ böyrəyim ağrıyır, doktor. Böyrəyin ağrımır, böyrün ağrıyır. Böyrək çünki ağrımaz. Böyrəkdə daş olsa sancı verər. Böyrəkdə glomerülər aparat, glomerül nefrit kimi kəskin və xroniki nefrit olsa, bu da ağrı verməz, temperatur verər və s. Başqa əlamətlər verər. Təzyiqi qaldırır məsələn, xroniki formada olsa. Ona görə də belə deyək ki, böyrəyimiz ağrıyır deyəndə bəzən böyrümüz ağrıyır əslində, böyrəyimiz yox deyə düşünməliyik. Ya qaraciyərim sancır, bu qaraciyər deyil. Bu sağ qabırğaltıda sinir ağrılardır, çünki səndə qəzəb hissi çoxdur. Boynumda sağ həmişə ağrıyır, buxalatdırıram, masaj elətdirirəm, ağrı azalır. Aha, bu qəzəb hissinin, nifrət hissinin, agresiyanın davamlı olmasının göstəricisi ola bilər. Bunları bilmək çox vacibdir ki, özünüzdə bunu ayırt edib tapa biləsiniz. Və bu əzələlərimizdə olan hisslərdir və passiv o negativlər də var. Bayaq dedim axı, qorxudur və inciklikdir, küskünlükdür. Bu da sol tərəfdə ağrılar verir. Boynun sol yarısında, döş qəfəsinin sol yarısında, çox vaxt qorxudan ürək, doktor, məndə ürəyim ağrıyır deyir şikayət. Buna da Sovet dövrü ürək nevrozu deyirdilər. Halbuki bu ürək dövrü, bu sinir əzələ ağrılardır, döş qəfəsinin sol yarısında və ürəklə assosiasiya olunduğu üçün insan fikirləşir ki, mənim ürəyim ağrıyır. Halbuki ürəyində sağlamdır, yoxladanır və heç vaxt beynindən çıxmır. Deyir, mənim ürəyim ağrıyır, doktor, həmişə elə deyir. Amma bu nədir? Bu qorxudan yaranan, dırnaq arasında ürək ağrısıdır, bu ürək ağrısı deyil. Bu sinir əzələ ağrısıdır və psixogen mənşəli somatomorf bədən dəyişikliyi və ağrılarıdır, psixolojidir. Boynun sol yarısı, sol böyrəyim ağrıyır, bağırsağım sol tərəfdə ağrıyır, ayaqlarım ağrıyır və s. sol tərəfdən. Hər iki tərəf ağrıyır. Bu lap dəhşətdir. Bu demək ki, sağda, solda hər iki hiss var. Həm agressiv kin, qəzəb, nifrət var, həm qorxu və inciklik var. İnsan negativ emosiyadan ibarətdir. Bədənim daim ağrıyır, əzginəm, üzgünəm, əzəllərim tez yorulur. Bax, bu şikayətlərin altında xroniki yorğunluq sindromu halı psixoemosional vəziyyətimizin negativə meyllənməsidir və əhval-ruhiyyənin aşağı olmasının göstəricisidir. Bu, demək ki, əzələ ilə bağlı mövzudur. Sonra digər orqanları, sistemləri, məsələn, ürək
xəstəliklərinə meyillik, təzyiqin qalxması. Arterial hipertoniya kardioloqun xəstəliyidir. Hipertoniyanın səbəblərindən biri qorxudur. Digəri qəzəbdir. Bunu necə izah eləmək olur? Vaxtilə selye, stres nəzəriyyələri və s. var idi. Mən ümumi şəkiləsini sıxıb sizə deyəcəm. Müasir elmi baxışlara görə. İnsan qorxunu daim keçirirsə, insan daim qorxu, qəzəb və s. keçirirsə, qanında adrenalin çox olur uzun müddət. Və bir müddətdən sonra adrenalin yox, kortizollara ehtiyac yaranır. Yəni, böyrək üstü vəzin qabıq maddəsinin hormonları. Bu niyə görə? Bədəndə suyu saxlamaq üçün daim təzyiq yuxarı olmaq üçün belə bir məcburiyyət yaranır bədəndə və bu da gətirir çıxarır arterial hipertoniya xəstəliyinə. Esensal bir səbəbi bilinməyən hipertoniya yox ha. Elə səbəbli hipertoniyadır. Əvvələr hipertenziya kimi, sonra hipertoniya xəstəliyinə kimi gəlib çıxa bilir. Yəni, arterial qan təzyiqinin yüksəlməsində çox vaxt, məncə 90% halda bizim qorxularımız və qəzəbimiz rol oynayır. Bundan başqa, ürək qan-damar sistemi xəstəliklərindən başqa daha doğrusu, məsələn, ağızciyərdə olan xəstəliklər, məyusluq hissi. Yəni, qəmdən, dərddən çərlədim, öldüm deyirlər. El-arası deyirlər. Sən məni çərlətdin deyirlər. Sən məni vərəmlətdin deyirlər. Bu vərəm xəstəliyinə aiddir. Həqiqətən də vərəm xəstəliyinə tutulma ehtimalı yeməkdən və şəraitdən daha çox həyatdan küskün, məyus insanlarda olması daha çox görülür. Həyatdan küskün və məyus insanların ağızciyər vərəmi ki, hamımızda ilkin vərəm ocağı olur, demək olar ki, çoxumuzda. Amma bu niyə aktivləşir? İnsan məyus olanda, həyatdan küsəndə vərəm aktivləşə bilər və bunu biləsiniz. Sən məni vərəmlətdin sözü buradandır. Məsələn, başqa bir söz var, sən mənim belimi bükdün, dərddən belim büküldü və ya sən mənim üçün baş ağrısına çevrildin. Bu bayaq ki, sinir əzələ ağrılarına aiddir. Amma sən məni vərəmlətdin, artıq ağızciyər vərəmi həqiqətən probleminə aid ola bilir. Sonra, autoimmun xəstəliklər var. Yəni, revmatoloji xəstəliklər deyirlər, revmatologların yaxşı bildiyi. Autoimmun tiroidit, Hashimoto-zobu dediyimiz. Sonra, müxtəlif, məsələn, sistemli qırmızı qurd eşənəyi dediyimiz, düyünlü periartrit dediyimiz, psoriaz dediyimiz, ekzematoz dəri vəziyyəti dediyimiz, sonra bağırsaqlarda kron xəstəliyi dediyimiz, qeyri-spesifik xoral kolit dediyimiz bir çox xəstəliklər var ki, autoimmun əsaslı. Bunların da kökündə autoimmun nə deməkdir? Özünə qarşı immunitet deməkdir. Bunların kökündə özünə yönəlmiş aqressiya, autofleksio deyirlər, gestalt psixoterapevtlər buna, yəni ifadə edə bilmədiyim aqressiya və küskünlük. Yaxın adamdan küskün olan bir qadında revmatoid artritin inkişafı çox vaxt qaçılmaz olur. Və əgər bir qadın revmatoid artritdirsə, yaş 35-dən 40-dan yuxarısı oynaqlarına problem yaşanırsa, autoimmun xəstəlik varsa, demək ki, o yaxın adamlarından inciklik halı yaşayır, çox böyük ehtimalla. Qızından küsən ananın hekayəsini dəfələrlə ASTV-də danışmışam. Öz qızından, onun həyat yolunu, yəni dəyişdirmək istədiyi qızından küsən ana autoimmun xəstəliyə tutulur. Və yaxud da ki, psoriaz xəstəliyi. Mən psoriaz həmişə dərisinə sığmayan adamın xəstəliyi deyirəm. Niyə? Çünki insan, məsələn, əzilir. İnsan öz əzilir, şəxsiyyətini əzirlər, təhqir, aqressiya və buna cavab verə bilmir. Çində qalır. Kobud desək. Və bu artıq müxtəlif, məsəl üçün, sinir sistemi, dəridir, bağırsaqlar bunlar bir-birinə bağlıdır. Dəri yaralanmağa meyillidirsə, bağırsaqlarda da yaralanmağa meyili var və sinir sistemində yara var. Sinirlərində yara var deməkdir insanın. Bunun da məntiqi var. Çünki sinir sistemidir, dəridir və bağırsaqların seyirli qişasıdır. Bunlar bir qişadan inkişaf edir embriyonda və bu mənada İnsanda dəri zədələnirsə, bağırsaq problemləri də yaşayır və demək ki, sinir sistemində, psixologiyasında problem var. Beləliklə, autoimmun xəstəliklərin əsasında inciklik, umuküsülər, əzilmiş və cavabını verə bilmədiyin vəziyyətlər, içində qalan hisslər, ifadə edə bilmədiyin hisslər rol oynayır. Bu da autoimmun xəstəliklərin kökündə dura bilir. Psixoloji əsas var burada. Və digər xəstəliklər qrupundan ən çox aktual olan, məncə hamımızın həyatımızda baş verəcəyindən qorxduğumuz çox vaxt onkoloji, bədxassəli şiş xəstəlikləri. Və onkologiyada inciklik hissinin, küskünlük hissinin rolunu çox illər əvvəl statistik tədqiqatlarla təsdiq ediblər. Və məlum olub ki, öz yaxınlarından illər boyu umuküsü, inciklik daşıyan insanlarda bağışlaya bilmirlər yaxınlarını.
bədxassəli şişlərin olma ehtimalı çox yüksəkdir. Və hazır xərçəngi olan insanların həyatını araşdıranda bu üzə çıxır. Məsələn, uşaqlıq yolu boynu xərçəngi, yumurtalıq xərçəngi, uşaqlığın özündə bədxassəli işlər olan qadınlarda ailə münasibətlərində, sevgi və cinsi əlaqə münasibətlərində problem olan qadınlarda daha çox olur. Və bu həm qan durğunluğuna aid məsələdir, cinsi əlaqənin olmaması. Üstə gəl də ərindən inciyən qadın, ərindən küsən qadın, həyatından küsən qadın cinsəl müstəvidə birinci zərbəni alır və onda ya uşaqlıq boynu, yumurtalıq xərçəngi, yaxud süd vəzsi xərçəngi və hər ikisinin bir yerdə olma ehtimalı çox yüksək olur. Bir var genetik meyil, bir də var bunun üzə çıxmağa. Genetik meyil bilirsiniz nədir? Xərçəngi olan genetik meyil odur ki, lil suyun dibinə çöküb, suyun üzü duru görünür, su durudur, yəni sağlam görünürsə. Ora bir inciklik daşı atanda, bir daş tullayanda su bulanır. Eləcə də genetikamızda olan şəkərli diabet olsun, xərçəngə meyilli olsun və s. o vaxt üzə çıxır ki, sən psixoemosional gərginliklə buna şərait yaradırsan, üzə çıxardırsan. Eləcə də xərçəng kimi bədxassəli işlər. Bəli, bunların indi ruhi bilik kontekstindən yanaşsaq, karmik əsasları var. Karmadır bu əslində, amma bu karmanın üzə çıxmağına da sən şərait yaradırsan çox vaxt. Umulkusu inciklik yolu ilə onun üzə çıxmaq üçün şərait yarada bilərsən. Bunu nəzərdən qaçırma. Və uzun illər bağışlaya bilmədiyiniz insanlar varsa, gəlin bağışlamağı öyrədək ki, gələcəkdə xərçəngdən qorunma şansınız daha yüksək olsun. O demək deyil, hər xərçəng olan umulkusu və incikliyi var, amma çox vaxt bu umulkusu və incikliyi ona gətirib çıxarda bilir. Bunu dedim, xəbəriniz olsun. Beləliklə, bədənimizdə olan xəstəliklərin bir çoxunda mənfi emosional vəziyyətlərin rolu var. Ayrıca mən vurğulayım mədə-bağırsaq problemlərini. Bunu deməmiş keçmək olmaz. Bax, bugün maraqlı bir elmi statistika var. Həkim kimi bunu bilirəm və paylaşmaq özümə borc bilirəm. Mədə-bağırsaq əlamətlərinin, şikayətlərinin 90%-nə yaxını funksionaldır. Nə mənada funksionaldır? Yəni, ağır xəstəliyi olan mədə xorası çox vaxt ağrı vermir. Çox cüzi ağrı verib keçib gedir. Mədə xərçəngi ağrı vermədən birdən-bir aşkar olunur. 12 bağırsaq xorasıdır. Sonra kron xəstəliyidir. Qeyri-spesifik xoralı kolitdir. Bir də görsən ağrı vermədən elə qan ifrazı ilə üzə çıxır. Amma digər ki, heç bir ciddi xəstəlik tapılmayan hallar da var. Amma mədə-bağırsaq, qıcqırma, gəyirmə, köp, ishal, qəbizlik, onların növbələşməsi ilə gedən funksional pozuntu şikayətləri, ağrı, spazm ağrısı daha çoxdur. Və bu halların iki yerə bölürlər. Yuxarı mərtəbədəsinə qeyri-xora dispepsiyası demək olar. Yəni, xora mənşəli olmayan dispepsiya, həzmsizlik halları, köp halları, qıcqırma, gəyirmə halları. Aşağı mərtəbələrdə yoğun bağırsaqlar və nazik bağırsaqların aşağı mərtəbəsində olanlar isə qıcıqlanmış bağırsaq sindromu deyirlər. Bunda bax, belə maraqlı növləri var. Daha çox qəbizliklə keçən qıcıqlanmış bağırsaq sindromu var. Daha çox ishalla keçən qıcıqlanmış bağırsaq sindromu var. Həm ishal, həm qəbizliklə keçən qıcıqlanmış bağırsaq sindromu var. Əgər insan da qıcıqlanmış bağırsaq sindromu, yəni köplə keçirsə, böyük bayra çıxa bilmir, 3 gün, 4 gün bağırsağı tənbəldir, qazlar ayrılır, köp əmələ gəlir. Bu depressiya meyilli insanın xəstəliyidir. Bağırsaqlara zərbə vurur. Bayaq dedim axı, sinir sistemi, dəri və bağırsaqlar bir qişadan inkişaf edir ana bətnində. Bizim özümüzün bədənimizdə. Və əgər insanda ishal daha çoxsa, onda təşviş tipli, qorxu tipli pozuntu, nevroz olma ehtimalı var. Bax, bunu biləsiniz. Və qarışıqdırsa, deməli, həm qorxuların var, həm depressiya meyilli, əhval-ruhiyyənin enmələri var səndə. Bu da qıcıqlanmış bağırsaq sindromu və mədə-bağırsaq problemlərinə aid mövzudur. Beləliklə, gəlin bir dənə də belə altından xətt çəkək, belə yağlı xətt çəkək və yadımızda saxlayaq. Əgər xroniki xəstəliklərimiz üzə çıxır və güclənirsə və onun müalicəsində uğurlar əldə olunmursa, nə axtarmalıyıq? Psixoloji səbəb axtarmalıyıq. Bu psixoloji səbəblər aradan qaldırmalıyıq. Yeri gəlmişkən, buna bir haşiyə çıxım, yadından çıxmasın. Çox aktual mövzudur. Kişi və qadınların cinsi problemləri var. Kişilərdə cinsi iqtidarsızlıq dediyimiz erektil disfunksiya, yəni kişi cinsi zəifliyi, yəni ereksiya mexanizmi pozulur, kişi cinsi həyat yaşaya bilmir, normal yaşaya bilmir, getdikcə bu proses dərinləşir. Qadınlarda da cinsi soyuqluq, frigidlik deyilən anlayış var. Hər ikisinin psixoloji əsasları var. Xüsusilə yaşlı 45-dən keçməyibsə, kişilərdə gedirlər androloq deyilən ixtisaslarla aylar, illərlə, o qədər belə pasiyent gəlib bizə. Müalicə, dırnaq arası müalicələr alırlar, güya ki, düzələcək. Onun da bir dənə üsulu var, o da
hamının tanıdığı o Viagra tipində sildenafil, tadalafil preparatlarıdır ki, onu istifadə edirlər çox vaxt. Ki, güya müalicə elədi o androloqunu, amma əslində, bunu mən mütləq vurulamalıyam, hər bir həkimə hörmətim var, amma gəlin bunu boynumuza alaq da, kişinin yaşı 45-ə qədərdirsə, onun orqanik xəstəliyi yoxdursa, onun erektil disfunksiyası təşvişə bağlıdır, nevroza bağlıdır və ya depressiyaya bağlıdır və onu psixoterapevtlə birgə müalicə aparmağı vacibdir. Eləcə də qadın soyuqluğu birbaşa psixolojidir. Qadın nə vaxt soyuq olur? İnciyəndə, küsəndə, nifrət edəndə, uzaqlaşanda. Baxır ki, səndən soyuqdan başqasına qarşı meyli var. Ona görə cinsi meyl, daha doğrusu cinsi problemlərdə əsasında yenə psixologiya axtarmaq lazımdır. Və bütün bunları nəzərə almağınız vacibdir. Ki, müalicələrinizdə uğurlu nəticələr olsun. Psixoterapiya, gəlin biz məşğul olaq demək üçün demirəm. Psixoterapiya, klinik psixoloji sahə, yəni sertifikatla psixoloq alanları istirsin atmaqla, 3 aylıq təhsillə bunu öyrənmək təbii olmaz bu sirləri. Demək, klinik psixologiya, psixoterapiyanın içində bu mütləq təhlil olunmalıdır, təbliğ olunmalıdır və bunu bilməlisiniz ki, havayı müalicə xərcləri çəkməyəsiniz və ya müalicə alanda sizin üçün işarə olsun ki, mənim psoriazım varsa, mənim psixikamda, düşüncəmdə nəsə problem var, sualını özünüzə verəsiniz. Sonda bədənimizin və ruhumuzun sahibi olan, külli kainatın varlığına səbəb olan, əbədi olan, ali zata olan sevgimi bildirirəm və istəyirəm ki, hər biriniz onun izni və rizası ilə, onun səbəbsiz mərhəməti ilə xoşbəxt və sağlam olasınız. Hətta onun varlığını qəbul etməyənləri belə. Hələlik.